Xoş gördük. Mən doktor Fərid Rəfibəyli. Nəhayət YouTube videolarının davamını çəkməyə qismət oldu. Həm də hər kəsə maraqlı ola biləcəyini düşündüyümüz bir mövzu haqqında danışacağıq. Gözəllik anlayışı nədir? Kimə, nəyə gözəl deyirik və niyə bu qədər önəmlidir? Bu mövzuya bir də beyin tərəfindən baxaq. Görək beynimiz bu haqqda nə düşünür. Bir misal verim. İnsanın üz simmetriyasına 3 hormon təsir edə bilər. Testosteron, estrogen və stress hormonu kortizol. Müəyyən bir yaşdan sonra üzdəki simmetrikliyin pozulması bu 3 hormon balansının dəyişməsindən yarana bilir. Çünki testosteron inkişaf dövründə sümüklərin formalaşmasında, estrogen isə dəri elastikliyi və bəzər inkişafında əhəmiyyətlidir. Estrogen həm də kollagen liflərin dəridə sintezini aktivləşdirir. Ona görə qadınlarda menopauza dövründən sonra estrogenlər azaldığı üçün dəridə qırışlar daha çox artmağa başlayır ki, bu da simmetrikliyə təsir edir. Stress hormonu kortizol isə xroniki halda, yəni uzun müddət təsir edərsə, üz toxumalarında dəyişikliklərə səbəb olar və qocalmanı sürətləndirər. Deməli, bu hormonların balanslı olması üzdə simmetrikliyi qoruyacaq və bu da həmin insanın sağlam və gənc görünməsi deməkdir. Bəs niyə bunlar önəmlidir? Çünki beynimiz şuuraltı şəkildə qarşımızdakı insanın üz simmetriyasını oxuyub, onun sağlamlığı və hormonal balansı haqqında məlumat ala bilir. Əgər deyək ki, qarşımızdakı o insan genetik, hormonal, üz simmetrikliyi yaxşıdırsa, şuuraltımız aldığı bu məlumatları beynimizin daha üst qatı olan şuurumuza gözəl kimi ötürür. Canlılığın əsas məqsədi çoxalmaq olduğuna görə sağlam olan partnyoru seçə bilməyimiz üçün bizdə gözəllik anlayışı formalaşıb və fərqində olmasaq da bizim şuuraltı, bədən dili oxuma mexanizmlərimiz var. Biz qarşıdakı insan haqqında məlumatı əslində bədən səviyyəsində şuuraltı alırıq. Məsələn, üz simmetriyasını götürsək, şuurlu şəkildə bunu ölçə bilmərik. Heç kim baxıb deyə bilməz ki, onun burun ucu qulaq seyvanı ilə eyni xəttədir. Deməli, hormon balansı yaxşıdır. Şuurlu yox, şuuraltı beynimiz bu simmetriyanı oxuya bilir və əgər simmetriya yaxşıdırsa, bu beyinə o sağlamdır siqnalı kimi gedir. Sağlamlıq isə təkamül baxımından nəsil artırmaq üçün əsas göstərici olduğuna görə beynimiz bunu gözəllik kimi qəbul edir. Bu mexanizm təkcə insan üzündə yox, hər şeyə aiddir. Məsələn, gözəl bir mənzərə, bir yaşıllıq, bir ağac görəndə dayanıb baxmaq istəməyimiz təsadüfi deyil. Çünki beyin üçün gözəl olan hər şey dolayısıyla həyatın davamlılığını dəstəkləyən şeydir. Yəni bir şey genlərin sağ qalmasını və həyatın davamını dəstəkləyirsə, beyin onu bizə gözəl kimi hiss etdirir. Tək gözəllik anlayışı yox, ümumiyyətlə bir insanı ilk dəfə gördüyümüz anda yaranan xoşlanma, bəyənmə, narahatlıq, soyuqluq, hətta ilk görüşdə sevgi adlandırdığımız hisslər belə əslində bizim şuurlu seçimimiz deyil. Şuuraltı beyin həmin qərarı bir neçə saniyə əvvəl verib onsuz da. Biz sadəcə bunu şuurlu şəkildə daha sonra dərk edirik. Beynimiz qarşımızdakı insanın üz simmetriyasını, dəri rəngini, gözlərin parlaqlığını, bədən duruşunu, yerişini, səs tonunu, hətta nəfəs alma ritmini belə oxuyur. Bunların hər biri sağlamlıq, immunitet, təhlükəsizlik və genetik uyğunluq barədə siqnallardır. Bir misal daha verim, bəlkə də başınıza gəlib. Deyək ki, uzun zamandır görmədiyiniz bir insanı təsadüfən görüb çox yaxşı həl-əhval tutub söhbət edərsiniz. Daha sonra görüşmək üçün nömrəsini də alarsınız, amma zəng eləmərsiniz. Niyə belə davrandığınızı, niyə görüşmək istəmədiyinizi başqa biri soruşsa, bəlkə də ona da izah edə bilmərsiniz. Çünki şuuraltı beynin verdiyi qərarları bəzən şuurlu şəkildə başa düşə bilmirik. Sadəcə hiss edirik. Əgər beynin dərin qatları həmin insandan müsbət siqnal alırsa, biz bunu xoşuma gəldi, ürəyimə yatdı, gözəl biridir kimi şuurlu cümlələrlə izah edə bilərik. Əks halda isə nədənsə xoşuma gəlmədi, enerjisi ağırdı kimi sözlər deyirik. Yəni biz seçmirik, əvvəlcə şuuraltı beyin seçir. Biz isə sonradan şuurlu şəkildə emosional bir ad qoyuruq. Gündəlik davranışlarımızın təxminən 95%-i şuuraltı mexanizmlər tərəfindən idarə olunur və gözəl olan barədə də bu cür qərar verir. Məsələn, sizin üçün gözəl görünən bir insan barədə niyə gözəl göründüyünü düşünməyə çalışın. Tapdığınız cavabların çox güman ki, əsası olmayacaq və əslində səbəbini şuurlu şəkildə bilmədiyinizi görəcəksiniz. Gözəlliyə bu qədər önəm verməyimizin başqa bir səbəbi daha var. İnsan həyatı boyu öləcəyini dərk edən yeganə canlı olduğuna görə ölümü yubadan və ya onu unutduran və ya düşüncə narahatlığını azaldan nə varsa əldə etməyə çalışır və gözəl görünmək beyin tərəfindən gənc və sağlamlıq kimi qəbul olunduğuna görə gözəl görünməyə çalışmaqla
bu psixoloji ehtiyacı qarşılaya bilirlər. Bəzi filtrlər var, proqramlar var, hansı ki, insanı olduğundan daha yaxşı, daha gözəl, daha gənc göstərir. Ondan istifadə edən insan şəkildə özünə baxıb, əgər belə ola bilərəmsə, amma beləyəmsə, deməli bir problemim var deyə düşünür və özündə əslində olmayan bir qüsur axtarmağa başlayır. Və şuuraltı beyin gənc görünmənin tərəfdarı olduğu üçün davamını şuurlu düşünməyə o qədər də ehtiyac qalmır. Nəticədə güzgüdə görüb özünü dəyişmək fikri əslində öz seçimləri deyil, şuuraltı beynin seçimidir. Bu seçimi nəyə görə verdiyini anlayanda gözəllik artıq yarışa yox, azadlığa çevrilir. Gözəl görünməyə qarşı deyiləm, amma bir insan niyə bunu etdiyini bilməlidir. Sonra o əməliyyat, o prosedur, o makyaj hər nə eləyəcəksə yenə etsin, amma niyə etdiyini də bilsin ki, dəyişdirdiyi fiziki gözəlliyi ilə daxili gözəlliyi üst-üstə düşə bilsin. Yəni bu məsələ xarici görünüşü dəyişməklə bitməməlidir. Daxildə də nələrsə dəyişməlidir. Və biraz daha da əhatəli danışsaq, bəs niyə daha çox gənc yaşdaşı qadınlar hələ qocalıqları başlamamış kosmetoloji prosedurlara bu qədər önəm verirlər? Çünki gözəl görünmək dişilik siqnalı deməkdir və bu gözəl görünmək, yəni qarşı tərəfə dişilik siqnalı ötürmək, beyin tərəfindən yaxşı bir şey kimi qəbul edilir. Bu milyon illik təkamülün beynində proqramlanmasıdır. Ona görə də zərərlərini göz ardı edirlər. Bahalı olsa da, ağrılı olsa da o proseduru, o əməliyyatı yenə də etdirmək istəyirlər. Dikdaban ayaqqabı misalında danışdığımız kimi, dikdaban geyinmək bədən ölçü nisbətinə təsir etdiyi üçün əziyyətli olsa da o əziyyəti gözə alırlar. Daha ətraflı paylaşdığımız videoda baxa bilərsiniz. Kişilərdə isə bu anlayış bədənlərində testosteronu göstərməklə əlaqəlidir. Məsələn, saqqal saxlamaq, sinələrini açmaq, çiyi nəzər inkişafını göstərmək. Çünki testosteron tüklənməni və əzəli inkişafını artırdığı üçün, dolayısıyla kişi beyni qarşı tərəfə testosteronun səviyyəsini gənc və immunitetin yaxşı olduğunu şuuraltı bu cür ötürmək istəyir. Düzdür, indi moda, geyim tərzi və başqa faktorlar da işə qarışıb, amma nəticə olaraq bu prosesin mahiyyəti bundan ibarətdir və dəyişmir. Testosteron həm də risk alma qabiliyyətini artırdığı üçün insanı daha cəsarətli etdiyinə görə qadınlar risk ala bilən cəsarətli kişilərə şuuraltı daha çox üstünlük verirlər. Bu da kişilərə bir yaxşılığım olsun, amma mənasız, lazımsız risklər etməsinlər. Söhbət ağılla düşünülmüş risklərdən gedir. Çünki qadınlar məntiqə də çox üstünlük verirlər. Çünki cəsarət və məntiqi qərar vermə daha çox kişi beyninə xas davranışdır. Qadınlar da qarşı tərəfdə özlərini bu cür tamamlamaq istəyirlər. Çünki onların beyni daha çox emosional işlərlə məşğuldur. Və dedik ki, qadın və kişi beyinlərindəki bu fərqlərin olması bir-birlərini tamamlamaları üçündür. Qadın və kişi davranışlarında, həmçinin gözəllik anlayışında təbii ki, sosial təzyiq, mühit, ailə və başqa təsirlər bu dediklərimi dəyişə bilər. Amma heç bir kənar təsir olmasa, bioloji olaraq bu sistem özünü biruzə verəcək və davranış bu istiqamətdə gedəcək. Təsir olsa belə bu davranış göstəriciləri azala və ya arta bilər. Bu mövzudan danışmaqda məqsədim, ümid edirəm ki, faydalı olub. Necə bir canlı olduğumuzu, milyon illər ərzində formalaşan beynimizin bugünkü davranışlarımıza necə təsir etdiyini, bu aparatın şuuraltı necə işlədiyi haqqında biraz məlumat bölüşmək idi. Beynimizdə davranışlarımızı formalaşdıran qədim bir mexanizm var. Məsələn, beynimizin beyincik, latınca cerebellum dediyimiz bir hissəsi var və onu formalaşdıran genlər təxmini 650 milyon il əvvəl təkamül eləməyə başlayıb. Yəni, insan beynində ən azı 650 milyon illik bir təcrübə, bir hekayə var. Və insan özünü tanıdıqca, özünün fərqində olduqca, milyon illik keçmişindən gətirdiyi o davranışları bugün hara qoyacağını biləndə azad və həyatı istədiyi kimi yaşamaq şansı əldə edə biləcək.